Hər şey salam dostlar, necəsiniz? Dostlar, bir sizdən sizə bıçaq videosu atıram. Əslində dostlar, atmayacaqdım. Post dedim ki, sizə bıçaq yəni videosu gəlsin yenə. Amma mən demişim 15 abunə olsa part 3 gələcək. Heç nə olmaz dostlar, canınız sağ olsun. Bir gün part 3 gəlir. Bir gün hamısını %80'ni göstərəcəm. Amma dostlar, part 4 15 abunəyə gələcək və bu videoya 10 like gəlsə. Belə dostlar, kafkadadır. Açayım. Oy. İlk öncə dostlar, hamının bildiyi adi paskızıq ki, bunlar aftaklıdır. Gördünüz. 2 də belə adi paskızıq ki, qoyaq belə. Hər dadığıma qiymətlərini axırda deyəcəm. Bunu belə qoyaq. Blokları da axırda göstərəcəm. Belə bir dostlar, şarkı var. Bunu belə qoyaq. Başqa maraqlılardan ekimimiz var dostlar. Ekimimiz qoyaq. Başqa ne götürək. Aha. Dostlar, 2 dənə belə necə deyim, fişəng deyim buna. Yəni zıpçəkdir, gecə göydə patlayır, torpağa bastırırsınız. Bunu qoyaq belə. Başqa zəif, bir dənə zəif göstərəm. A5 var. A5 dostlar zəif patlayır. Belə qoyaq. Sonra maraqlardan belə. Dostlar, bir dənə belə zəifçimiz var. Grand Bullion Flumber. Belə dostlar zəifçimiz var. Qoyaq bura. Başqa maraqlardan dostlar, belə eksplosivimiz var. Ya o birisi adı peymidir. Baxın dostlar, belə bu deyən güclü patlı yaxşıdır. Belə qoyaq dostlar. Belə. Bu adı peymidir dostlar. Yəni bu deyən güclü patlayır. Başqa dostlar. Və PP1'imiz var. Dostlar, PP1. Bu deyən güclü patlayır. Yaxşı zırpı çəkdi. Başqa maraqlardan dostlar, bu hamının bildiyi və ən çox alınan zırpıçıdır. Ən çox deməyən alınır da. Dostlar, gəlir Zenga dostlar. Böyük yəni zırpıçıdır. Yəni baxın dostlar. Böyük zırpıçıdır bu. Bunu yəni güclü patlayır, yaxşıdır. Başqa. Dostlar, belə bir P150'miz var. P150 dostlar, bu da güclü patlayır. Bura qoyaq. Bunu dostlar, dünən də göstərmişdim. Yəni gəl göstərmək olmaz. Big Silver Cracker. Belə bir dostlar, fişəngdir bu, gecə göydə patlayır deyəsən. Baxın dostlar. İndi blokları keçir dostlar. İlk öncə belə bir blokumuz var. Belə bir blok. Biz qoyaq. Görsünüz. Belə dostlar. Görsün dostlar, kamera yaxınlaşdırın. Dostlar, görsün. Yəni mən bu tərəfdən çəkməyin yaxşısı. Belə dostlar, paketlər.
dostlar. Böyle de bir tane blok var dostlar. Blok. Bu zenga. Böyle yapılır. Aha. Dostlar. İnsan görsem. Zengan hem burada. Böyle bir dostlar blok var. Yani adi zıpçetin bloku. Bir tane dostlar blokumuz var. Bu da bu kavga içerisindedir. İkinci blokumuz ise dostlar Aftakan blokudur dostlar. Bunu böyle koyayım. Ha, bu qalsın be. İkinci dostlar Aftakan blokudur. Belə. Bunun içerisinde dostlar bu zıpçetdən var. Bu paskalardan var. Ondan o şeyim 2 tane paska var hal-hazırlarında. Hələ alacağım paska. Bir təxmin 2 tane paska alacağım. Biraz da böylələrdən. Bunu da belə qoyaq. Görürsünüz. Dostlar. Mənim söhbətlərim bu qədər dostlar. Gətirib görüşüm abi. Belə qoyğasın burada. Böyle dostlar. Harda aldığımı. Bax birinci qiymətlərini. Bunun dostlar qiyməti 28 manat idi. Paskası 2.80-dən düşür. Qoyaq bura. Bunu dostlar mən yəni 1-2 ay əvvəl almışdım. Bunun qiyməti 20 manat. 2 tane blokumuz var. Başqa bu paskalar. Paskaların da dostlar dənisi 2 manat 80 qəpik idi. Bunlarda dostlar 2 manat idi. Bunlar çünki mən 1-2 ay əvvəl almışdım. Onu 30 almışdım. Qoyaq bura. 2 dənə belə zıpışdı var. Dostlar bunu asacan patlatacağım. Videosu gələcək əgər bu video 15 like gəlsə. Bunları da belə qoyaq. Başqa. Aha dostlar. Dedik. PP1. Görürsünüz. Bunun qiyməti dostlar ya 2 idi ya 2.50. Qoyaq. Sonra bunları götürək. Bu dostlar, bunu mən əvvəl almışdım, 2 ay əvvəl. Bu blokla bərabər alanda. Bunun qiyməti 1.50-dir. Mən 1.50-dən almışam. Sonra peyimi var. Explosive. Bunun qiyməti ya 1.50 ya da 2 manat idi. Dostlar, bu peyimidir. Bunun qiyməti ya 2 ya da 1.50 dediyim kimi. Bu P150. Bunu mən dostlar 2 ay əvvəl almışdım. Bu blokunu alanda. Gözüm belə deyim, görürsünüz. Necə görürsünüz P150 yaz. Belə dostlar. Dostlar Zengamız var. Zenganın qiyməti 3 manat 50 qəpik idi dostlar. Yəni görüşü partlayır. Bunu dediyim kimi 3.50 qiyməti. Ovucumun içərisində dostlar belə qalır. O qədər böyüdür ki, yəni bunu dostlar belə qoyub partladırız. Yəni belə qoymaq olmaz. Sonra bu şəngləri götürək. Bunların dostlar qiyməti dənəsi 1 manat idi.